Deməli, iki cür münasibət var. Tələbələrə necə mən məsləhət görürəm, sonra deyəcəm. Bax, birinci növ sürücülər yol polisinə qarşı çox aqressivdirlər. Onlar, deməli, maşını saxlayanda birinci salam yox, birinci nə var, nə saxlamısan deyirlər. Ümumiyyətlə, bu düzgün deyil də, mədəniyyətə uyğun deyil. Ondan başqa və yalnız cərimə gözü ilə baxırlar da polisə. Polis, cərimə yazan insan, bax belə. Və cərimə yazanda aqressivləşirlər. Sonra qəribə bir şey var. Tutaq ki, 100 manatlıq cərimədir də, 100 manatlıq cərimədir. Eləyib, hirsi də uzaqlaşır həmin cərimə yazılan yerdən, hirsi uzaqlaşır və elə bil ki, o 100 manatlıq cərimənin əvəzini çıxmaq istəyir. Məsəl üçün, 10 dəfədə həmin qaydanı pozur ki, biri 10 manata düşsün. Siz mənə başa düşdünüz nədir? Yəni, heç olmasa 10 dəfə elədim, biri 10 manata düşdü. Və o 10-cu dəfə, 9-cu və yaxud 7-ci dəfədə qəzaya düşə bilər. Bu tam səhvdir. Yəni, yol polisinə düzgün olmayan münasibət haradasa gətirib elə qəzalara çıxarda bilər. Yəni, o aqressivlik yaxşı şey deyil. Mən tələbələrlə başa çalıram. Deyirəm, ümumiyyətlə, birinci sizi elə sürəcəksən ki, səni illərlə səni saxlamayacaqlar. Doğrudan da tələbələrim yazırlar, illərlə saxlamırlar. Amma deyirəm, saxlasalar, birinci salamlaş və ən əsası siz deyə müraciət elə. Bu yaltaqlıq deyil. Sizlə müraciət edəndə cavabı da siz olacaq. Yəni, onlar da insandır, onların da emosiyaları var. Düzdür, yol polisləri hətta nə var, nə saxlamısan deyən sürücü ilə də mədəni danışmalıdırlar və danışırlar da. Amma sən sizlə müraciət edir. Ondan başqa, əgər sənə cərimə yazılıbsa, Ceyhun, siz də qulaq asın. Həm də sizə aiddir. Mən bilirəm ki, elə mənim kimi fikirləşirsiniz. Tutaq ki, deyirəm, sizə cərimə yazıblar. Sən onu aqressiv qəbul eləmə. Sən onu elə qəbul elə ki, bu mənə siqnaldır. Bu mənə elə bir ki, siqnaldır ki, bax ha, sən səhv yoldasan. Artıq sən 50 manatlıq cərimə elədin ha. Bu səni qəzaya aparır ha. Bir daha onu eləmə ki, qəzaya düşməyəsən. Yəni, hər bir yol polisinin yazdığı cəriməni, əgər sənə yazıblarsa, əgər haqlı yazıblarsa, əgər haqlı yazmayıblarsa, sən şikayət eləmək hüququna maliksən. Haqlı yazıblarsa, aqressivlik eləmə. Sən onu dərindən fikirləş ki, bu mənə elə bir ki, siqnaldır ki, mən bu qaydanı pozmayayım, qəzaya düşməyim. Belə düşünəndə, deməli, yol hərəkəti qaydalarını pozmaq davam eləməyəcək, təkrar olmayacaq. O birinci növ var idi ha. Məni 100 manat cərimə elədilər. Qoy 10 dəfə eləyim, biri 10 manata düşsün. Elə olmayacaq. Bunu başa salıram və illərlə mənim tələbələrim yol polisindən normal münasibətdə olur.